Hər kəsi salamlayıram əziz dostlar. Bu videoda sizə bir bankdan ƏDV yığa bilməyənlər nəyə görə bu problemlə qarşılaşır, bu haqqda məlumat verəcəm. Bəzi izləyicilər bildirir ki, biz bir bankdan ƏDV yığa bilmirik. Bir banka daxil olan zaman ƏDV olan hissəyə vurduqda orada qeydiyyatdan keç yazısı gəlir. Halbuki bizim ƏDV saytında qeydiyyatımız var. Bu nəyə görə baş verir? Gəlin sizə bu haqqda məlumat verim. Sizin bir bank saytında qeydiyyatdan keçdiyiniz nömrə ilə ƏDV saytında qeydiyyatdan keçdiyiniz nömrə fərqlidir. Ona görə bu problemlə qarşılaşırsınız. Və nə vaxta kimi bu problemi həll eləməyəcəksiniz, yenə də bir bankdan ƏDV yığa bilməyəcəksiniz. Bəs bu həll etməyin yolu hansıdır? Siz ya ƏDV saytındakı nömrənizi bir bankdakı ilə eyniləşdirməlisiniz, ya bir bankdakı nömrənizi ƏDV saytındakı ilə eyniləşdirməlisiniz. Bu nə deməkdir? Məsələn, siz ƏDV saytında SIM nömrənizlə qeydiyyatdan keçmisiniz, bir bankda CIN nömrənizlə. Bunların nömrələri ayrı-ayrı olduğuna görə siz bir bankdan ƏDV yığa bilməyəcəksiniz. Deməli, bunların ikisini də eyni nömrəyə bağlamaq lazımdır. Mən bunların ikisinə aid də videolar çəkmişəm və videonun sonunda ekranda 2 video görüşəcək. O 2 videodan hansını istəyirsinizsə seçib, baxıb, düzəldib bu problemi həll edə bilərsiniz. Və həmçinin hansı videoların gəlməyini istəyirsinizsə, rəy bölməsində bildirməyi unutmayın. Növbəti videolarımızda görüşənə qədər.